Sibrizlə üzbəüz, Sibrizdə yox. Layic bağlarında 12 sot çıxarışlı torpağımız çıxıb satışa. 25.000 manat torpağın bir sotunun qiymətidir. 12 sotlu ümumi, qupçalı, çıxarışlı, hazır tikintiyə də sənədi var. Hasarın içində torpaqdır. Keçək indi torpağı da sizə çəkib göstərəcəm. Şimdi bağımızın yol hissəsi, gələn yol, bağımıza gələn yol asfalt yoldur. Burada həmin çəkdiyimiz, paylaşdığımız ərazidir, bağdır. Bura xırda qapıdır, əsas qapı, böyük qapı oradandır. Hasarda da nömrəmiz var, əlaqə saxlamaq istəyən gəlib bura çıxan olsa kimsə bağ yerinə baxmaq üçün o hasardakı nömrə ilə əlaqə saxlayar inşallah. Bəhs etdiyimiz torpaq bu ərazidir. Gördüyünüz kimi içində köhnə tikili var. Mən hal-hazırda köhnə tikilinin üstünə çıxmışam. Torpağımızın ən üstün cəhətlərindən biri yerləşmə yerinin yola yaxın və ərazinin kvadrat formada olmasıdır. Ölçülərin bərabər formada paylanılmasıdır. Giriş qapını göstərir. Həyətin giriş qapısı oradandır. Bütün sayğaclar var, su, qaz, işıq. Bütün sayğaclar mövcuddur. Çıxarışlıdır. Bir daha qeyd edirəm. Sibrizin yaxınlığında, Rahat Marketin yanında 20-ci dalan 12 sot çıxarışlı. Qiymət isə sotu 25.000 manatdan təklif olunur. Real alıcı ilə də danışıqlar olacaq. Bu qədər. Həyətin giriş hissəsində balaca bir qapı var. Oradan da girişimiz var. Giriş bu həmin tikilinin arxa tərəfidir, həyətin içidir. Burada nəm su basenisi falan belə bir şey var. Gördüyünüz kimi bunlar tarixi abidədir. Bunları qoruyub saxlamaq lazımdır əslində. Amma artıq yararsız bir tikilidir, söküləcək. İnşallah alan adam burada gözəl bir bağ evi tikəcək. Bu qədər.